hörmətli izləyicilər, siz AZİ xəbərin növbəti buraxılışına baxırsınız. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bu həftə bir sıra mühüm yeniliklər, beynəlxalq tədbirlər və akademik nailiyyətlər olub. Gəlin universitet həyatında baş verən əsas hadisələrlə sizi yaxından tanış edək. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Sənaye Təhlükəsizliyi və Əmək Mühafizəsi kafedrasının professor-müəllim heyəti oktyabrın 18-də SOCAR-ın Bibiheybət Neft-Qaz Çıxarma İdarəsinin mədənlərində sənaye təcrübə proqramında iştirak ediblər. Təcrübə zamanı idarənin nümayəndəsi Rauf Vəliyev qonaqlara müəssisənin fəaliyyəti, qazma və hasilat prosesləri, avtomatlaşdırılmış idarəetmə sistemləri, texniki təhlükəsizlik tədbirləri barədə məlumat verib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşları həmçinin neftin təmizlənməsi və saxlanılması sahələri ilə yaxından tanış olublar. Təcrübənin ən yadda qalan hissəsi isə 1846-cı ildə istismara verilmiş ilk nömrə 1 hasilat quyusuna baxış olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Azərbaycan Fransız Universitetinin tələbə və məzunlarının iştirakı ilə SOCAR-ın Gənc İstedadlar proqramı 2026 üzrə məlumat sessiyası keçirilib. İnfo sessiya zamanı iştirakçılara proqrama müraciət qaydası, qeydiyyat mərhələləri və seçim meyarları barədə ətraflı məlumat verilib. Həmçinin proqramın gənclərə qazandırdığı üstünlüklər, real iş mühitində təcrübə qazanmaq, peşəkar mentorlardan öyrənmək, müxtəlif layihələrdə iştirak etmək və SOCAR-da karyera qurmaq imkanı haqqında geniş təqdimat aparılıb. Sonda iştirakçılarla sual-cavab sessiyası keçirilib. Onları maraqlandıran mövzular üzrə suallar cavablandırılıb və fərdi tövsiyələr verilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Dosent Rüfət Əzizov universitetdə təhsil alan əcnəbi tələbələrlə görüş keçirib. Görüş zamanı tələbələrə universitetin müasir standartlara uyğun təhsil imkanları, elmi potensialı və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verilib. Rektor Rüfət Əzizov yeni qəbul olunmuş tələbələri təbrik edib və onların akademik və şəxsi inkişaflarını diqqətdə saxlayacağını deyib. Görüşün sonunda əcnəbi tələbələrin təhsil prosesində qarşılaşa biləcəkləri çətinliklərin aradan qaldırılması üçün universitetin dəstək mexanizmlərinin mövcud olduğunu bildirib. Qeyd edək ki, bugün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində onlarla ölkədən 363 tələbə təhsil hüququ qazanıb. Bundan əlavə 91 əcnəbi tələbə mübadilə proqramı çərçivəsində təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində davam etdirəcək. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində iş axtarışında ustalaşmaq, tələbələr üçün CV-lər, motivasiya məktubları və LinkedIn mövzusunda təlim təşkil olunub. Tədbir zamanı iştirakçılara iş axtarışı prosesində effektiv CV və motivasiya məktubu hazırlamağın əsas prinsipləri, eləcə də LinkedIn platformasından düzgün istifadə qaydaları barədə ətraflı məlumat verilib. Təlim iştirakçılarının gələcək karyera planlaşdırması və iş dünyasında özlərini daha peşəkar təqdim etmələri baxımından böyük əhəmiyyət daşıyıb. Tədbirdə qonaq qismində Ceyhun Əlirzayev, Samir Əliyev və Orxan Mahmudov iştirak ediblər. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Qazaxıstanın nüfuzlu ali təhsil ocaqlarından biri olan Nazarbayev Universitetinin professorları elmi tədqiqatla çıxış ediblər. Təqdimat zamanı qonaqlar Nazarbayev Universitetinin elmi tədqiqat fəaliyyəti, beynəlxalq əməkdaşlıq istiqamətləri və innovativ tədris modelləri barədə ətraflı məlumat veriblər. Onlar həmçinin ali təhsil sistemində müasir yanaşmalar, elmi nəticələrin kommersiyalaşdırılması və beynəlxalq layihələrdə iştirak imkanları haqqında fikir mübadiləsi aparıblar. Təqdimatdan sonra Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Nazarbayev Universiteti arasında elmi əməkdaşlığın genişləndirilməsi və birgə tədqiqat layihələrinin həyata keçirilməsi məsələləri də müzakirə olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Risk 2025 7-ci Beynəlxalq Avrasiya Risk Konfransı keçirilib. İnfrastruktur sistemlərinin risk yönümlü dizaynı və işləməsi, davamlılıq paradigması mövzusuna həsr olunmuş konfrans mühəndislik, energetika, ekosistemlərin idarə olunması, texnoloji risklər və davamlı inkişaf sahəsində aparıcı beynəlxalq mütəxəssisləri bir araya gətirib.
Konfransın açılışında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Dosent Rüfət Əzizov sürətlə dəyişən müasir dünyada infrastruktur sistemlərinin təhlükəsiz və dayanıqlı idarə olunmasının qlobal əhəmiyyətindən danışıb. Konfransın ümumi sədri Professor Vüqar Əliyev tədbir haqqında ətraflı məlumat verərək qeyd edib ki, bu ilki toplantı risk mühəndisliyinin yeni istiqamətlərini, texnoloji dəyişikliklərin ekosistemlərə təsirini və insan amilinin rolunu müxtəlif aspektlərdən araşdırır. 3 gün davam edən Risk 2025 konfransının ikinci günündə davamlılıq paradigmasında insan amili, risk və şəhər təhlükəsizliyinin kompleks yanaşması, neft və qaz sənayesində risk və dayanıqlılıq, eləcə də texnoloji risklər və davamlı inkişaf mövzularında müzakirələr aparılıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bir qrup əcnəbi tələbəsi 30-cu yubiley Xəzər İnşaat Həftəsi Caspian Construction Week 2025 çərçivəsində keçirilən sərgidə fəal iştirak ediblər. Regionun inşaat sektorunda aparıcı sənaye platformalarından biri kimi tanınan və 3 gün davam edən sərgi proqramı çərçivəsində iştirakçılar inşaat sahəsində tətbiq olunan ən son texnologiyalarla tanış olub, dayanıqlı inkişaf və azad edilmiş ərazilərin bərpası mövzularında müzakirələr aparıblar. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əcnəbi tələbələri yaşıl gələcək üçün nəqliyyat, ictimai sistemlərin inkişafı və ekoloji təmiz avtomobillər adlı panel müzakirəsində dinləyici qismində iştirak edərək ekoloji innovasiyalar və davamlı şəhər nəqliyyatı barədə biliklər əldə ediblər. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Risk 2025 7-ci Beynəlxalq Avrasiya Risk Konfransı çərçivəsində beynəlxalq səviyyəli qonaqlar arasında 2 Nobel sülh mükafatı laureatçısı Professor Svetoslav Timoşev və Professor Yelena Nikitinanın iştirakı konfransa xüsusi dəyər qatıb. Rusiya Elmlər Akademiyasının Ural Federal Universitetinin Elm və Mühəndislik Mərkəzinin rəhbəri, Nobel sülh mükafatı laureatı Professor Svetoslav Timoşev infrastrukturların risk əsaslı dizaynında və istismarında süni intellekt, təhlükələr və imkanlar mövzusunda məruzə ilə çıxış edib. Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr İnstitutunun Qlobal İqtisadi Problemlər şöbəsinin müdiri, Nobel sülh mükafatı laureatı Professor Yelena Nikitina isə iqlim dəyişmələri, Cənubda qlobal adaptasiya üçün beynəlxalq yardımın inkişafı və Afrikada iqlim dəyişmələri, adaptasiya və fəlakət risklərinin azaldılması mövzularında çıxış ediblər. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası Amerika Birləşmiş Ştatlarında keçirilən Petrobaul Dünya Çempionatı 2025 yarışmasında uğurlu çıxış edərək 4-1 final mərhələsinə qədər irəliləyib və dünyanın ən güclü 8 universitet komandası sırasına düşüb. Regional çempionatın qalibi kimi dünya finalına vəsiqə qazanan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası 500-dən çox universitetin qatıldığı yarışmanın final mərhələsində yer alan 32 ən yaxşı komanda arasında mübarizə aparıb. Bu nəticə ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası dünyanın ən güclü 8 universitet komandası sırasında qərarlaşıb. Qeyd edək ki, Petrobaul dünyanın müxtəlif regionlarından universitet komandalarının texniki və qeyri-texniki biliklər üzrə yarışdığı nüfuzlu beynəlxalq müsabiqədir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası öz regionunda birinci yeri tutaraq final mərhələsinə vəsiqə qazanıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geoloji Kəşfiyyat Fakültəsinin 4-cü kurs tələbələri Fəzilə Məhəmmədəliyeva və Nihat Qasımlı Türkiyədə keçirilən 7-ci Beynəlxalq Gənc Tədqiqatçılar Tələbə Konqresində uğurla iştirak ediblər. 10-12 oktyabr tarixlərində Antalyanın Olimpos bölgəsində baş tutan tədbir dünyanın müxtəlif ölkələrindən olan gənc tədqiqatçıları bir araya gətirib. Konqres çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri neft-qaz mühəndisliyi sahəsində apardıqları elmi araşdırmaları beynəlxalq auditoriyaya təqdim ediblər. Fəzilə Məhəmmədəliyeva Azəri Çıraq Günəşli dəniz yataqlarında inyeksiya strategiyaları mövzusunda, Nihat Qasımlı isə Darwin Bankası yatağında qazma quyularında əsas problemlər və həlli tədbirləri mövzusunda elmi məruzə ilə çıxış ediblər.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə İdealize inkubasiya proqramının ilk təlimi baş tutub. Təlim zamanı iştirakçılara startap anlayışı, startaplarla korporasiyalar arasındakı əsas fərqlər, ideya formalaşdırma mərhələləri, ideya mənbələrinin müəyyənləşdirilməsi kimi mövzular ətraflı təqdim olunub. Eyni zamanda iştirakçılar yaradıcı düşünmə alətlərindən biri olan Scamper metodunun tətbiqi ilə də tanış olublar. Sessiyanın sonunda iştirakçılar ilkin biznes ideyalarını formalaşdıraraq sahibkarlıq düşüncə tərzinin əsas prinsiplərini mənimsəyiblər. Qeyd edək ki, İdealize inkubasiya proqramı çərçivəsində növbəti təlimlər gənc innovatorların sahibkarlıq bacarıqlarının inkişafına, komanda quruculuğuna və ideyaların prototip mərhələsinə qədər çatdırılmasına yönəldiləcək. Bununla da bu həftəlik AZİ xəbər buraxılışı başa çatdı. Daha çox xəbər və yeniliklərdən məlumatlı olmaq üçün bizi izləməyə davam edin. Sağ olun, salamat qalın.